Salam əziz şagirdlər, qarşınızda Wilson Akademiyadan Murad müəllimdir. Bugün sizlər tərəfindən bizə ünvanlanmış olan suallardan biri, yəni need-in modal feil və əsas feil kimi olan xüsusi fərqlərindən birinə baxacağıq. Vaxt itirmədən gəlin videoya keçək. Öncəliklə uşaqlar, baxın, biz bilməliyik ki, modal feil kimi have özü ilə inkarlaşmır. Bu səbəbdən biz B-bəlini siləcəyik. Yəni haven't deyilən bir ifadəmiz yoxdur. Daha sonra diqqət etsələr, burada bizim bir to'muz var və biz bilirik ki, həm must, həm də shoulddan sonra to gəlməzdə, düzdür? Artıq bu case-də bizim iki variant əlimizdə qalır. Biri don't need və digəri ought. İndi şagird düşünə bilər ki, okey də, need-dən sonra axı to gəlmir. Biz bilirik ki, modal feil kimi need-dən sonra to gəlmir də, düzdür? Ona görə C bəndini silməyə çalışa bilər, lakin məsələ elə deyil. Öncəliklə uşaqlar, bizdə burada mənaya da baxmaq lazımdır. Niyə? Hurry sözü tələsmək deməkdir və burada belə bir məna çıxa bilər. Baxın, biz tələsməliyik və yox tələsməməliyik. We have plenty of time before the train leaves. Bəs, qatar çıxmamışdan qabaq bizim çox vaxtımız var. Hər halda, qatar çıxmamışdan qabaq bizim çox vaxtımız varsa, biz tələsməməliyik, düzdür? Yəni, tərcüməni bilən şagird ən azından burada ought bəndini də silə bilər. Lakin yenə də burada bir şübhə qala bilər ki, axı, need-dən sonra to gəlmirdi. Mən niyə C bəndini yazmalıyım ki burada? Məsələ bundan ibarətdir ki, uşaqlar, bu modal feil kimi belədir. Yəni, əsas feil kimi need-dən sonra to gələ bilər və biz bunu hardan bilə bilərik? Need modal feil kimi özündən inkarlaşır, əsas feil kimi isə don't-la inkarlaşır. Nə deməkdir bu? Fikir versəniz, burada to var, düzdür? Deməli, biz need veririksə, uşaqlar, bu modal feil deyil, əsas feildir və buradan da həqiqətən də biz görürük ki, need modal feil kimi do-dazla inkarlaşdırdığı üçün biz C bəndini burada götürə bilərik. Xüsusilə bu qaydaya diqqət edin, imtahanda düşə bilər və həqiqətən də çox triki suallardan biridir. Sağ olun, salamat qalın.